Salam dostlar, Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin İlxan Mayıloğlu. Necəsiz, nə var, nə yox. Bəli dostlar, demək olar ki, yaxşı tərəfə işini dəyişmir ölkədə. Əksinə, yəni hər gün biraz da daha çox deyək ki, qıcıq, daha çox deyək ki, qıcıqlanma, daha çox əsəblər və insanlar sanki bir-birini parçalamağa hazırdılar. Hardasa kiminsə evini uçurub evindən zordan çıxardırlar. Hardasa bir deyək ki, Bakı sakini gedir, onun evini zəbt eləmiş didərginə, qaçqına zorla evimdən çıx deyir. Yəni, bax, beləcə bugün ölkədə baş verən hadisələrə biz də seyirci nəzəri ilə baxıb vaxtımızı keçiririk. Sadəcə olaraq İlham Əliyev cinayətləri davam edir. Bütün bu cinayətlər də ancaq ona qulluq edir ki, İlham Əliyev və onun ailəsi yaxşı, normal, xoşbəxt yaşasınlar. Yəni, bizim bugün Azərbaycanda yaşayan insanların bədbəxtliyi üstündə İlham Əliyev və onun ailəsi öz xoşbəxtliyini qururlar dostlar. Sadəcə olaraq dəhşətdir. Bu dəhşəti biz hər an görürük. Artıq bizim üçün deyək ki, adiləşib. Baxın. Bu qədərimiz sırtıq olar insanlarda deyiləcək söz tapıram həqiqətən də. Valla, mənim fikrimcə ermənilər bunlardan yaxşı idi. Görün nə halı qoyublar özlərini. Millətin evinə girib çıxmamaq nə deməkdir? İşğaldır da bu da. Gəlin söyləyin, gəlin ağzınıza gələni yazın. Amma burada başlamayın keyfindən, qeybindən. Bəli, ev də verilib. Ermənilər bundan yaxşıdırlar və dostlar deyir, ev də verilib. Baxın. Ev verilənlər də çıxmır. Lap belə ev verilib. Yəni, mən əvvəldən demişəm, bu məsələ dövlət səviyyəsində, hökumət səviyyəsində bu məsələ həll olunmalıdır. Və ən əsası da budur ki, bütün bu işlərin hamısına deyək ki, dövlət adından, hökumət adından, İlham Əliyev adından Səidə Bəkir qız rəhbərlik edir. Baxın. Yəni, sadəcə olaraq dəhşətdir. Bu kimdir bu uşaq? Bunun ağzından südüyü gələn bir qız, ağzına gələni danışır və bunu kim ixtiyar verir? Yəni, bu ölkədə bu dövlət öz işindən məşğuldur. Sadəcə olaraq KGB rejimi, əziz dostlar, bax, ona görə deyirəm ki, KGB rejimində çalışan insanlar, onlar bilmir siyasət nədir. Siyasət böyük işdir və bundan siyasətçilər, KGB işçisi və yaxud da KGB-yə xidmət edən insanlar siyasətlə məşğul ola bilməzlər. Və İlham Əliyev də o nöqteyi nəzərdən, yəni o siyasətlə məşğul ola bilməz. Sadəcə olaraq o siyasətlə məşğul olmaq üçün böyük ağıl, böyük komanda falan lazımdır. Yəni ki, deyilənlərə cavab verəsən, argumentlər gətirəsən. Bunda yoxdur. Bunda sadəcə olaraq şüjatmadı polislər göndərir ki, dava çıxın bunun axırına. Gediblər qadının evinə, qaçqının evinə, baxın. Gediblər ki, evdən çıx, get, heç olmasa bir 5-6 ayda deyirsən, get, kirayədə qal. Və qadın da deyir ki, mənə ev təklif olunmuyor, istənilən yerdə, Qarabağ, baxın, İnsanlar var, bu saatdə ki, o yataqxanalarda qalan bizim qaçqınlarımız var, hansı ki, məsələn, Ağdamlı, Füzulili deyir, mən öz kəndimi istəyirəm. Amma bu qadın deyir, mənə fərqi yoxdur. Hardan istəyirsiniz, verin, ev verin, mən köçüm gedim buradan. Mənə lazım deyil bu kiminsə evi. Axı, mən Səidə Bəkir qızı da gəlib düşüb bunun üstünə ki, gedin biraz da siz kiraya. Gör, nə qədər nadan deyir ki, gəlsin, hökumət köçürsün, mən də hara istəyir köçüm. Deyir, səni bu evə girəndə hökumət qoymuşdu. Bəs kim qoymuşdu? Əgər Heydər Əliyevin şərəfsizliyi olmasaydı, deməsəydi ki, deyək ki, kim, hansı boş evləri var tutulsun və bunlara dəyilməsin, söhbət olmasaydı, bir nəfər qaçqın heç kimin evinə girməzdi. Və həmən provokasiyada, bax, həmən elə ondan başladı. Və bütün o dəhşətlər də, bax, həmən o sözün, bir dənə o sözün üstündədir. Sadəcə olaraq dəhşətdir dostlar. Verilməsə də çıxsın, geçsin, kirayələrdə qalsın. Necə ki, insanlar neçə illər qalıb. Nə olub? Kirayədə qalan bir an bundan əksi idi. Nə olub ki, bizim müharibədən çıxmış Ukraynadan kirayələrdə qalmışıq neçə illər. Nə var ki burada? Nə olsun ki? Əziyyət çəkib ev alıb, atam əziyyət çəkib ev alıb. Bax,
Baxın dostlar. İndi həmən qadının dediyinə qulaq asaq, həmən Səidə. Gündən birinci qrup əlilib. Tək qadın. Allah bol şəfasını versin. Mən qoltuğuma vırım. Hara küçüyə tökülüm ki, sən gəl burada otur. Mən Yox, onun da bax, vəziyyətini bilirəm. baxın Bax, Təranə xanım, hə. Amma Bilsəydiniz, baxın, onlar evində xəstəlik tapıblar. Onun bir balası da xəstədir. Sinə batıqdır içəri. Yəni əri bilirsiniz ki, xəstədir, özü əlildir, baxın. Bilirəm, onu da bilirəm. Aha. Öz vəziyyətimi də bilirəm. Evimizdə faktiki burada. Yəni ola bilərmi ki, siz buradan çıxıb heç olmasa bir 5 ayda siz kirada qalın. Nə olar o kira pulunu verə bilmir. Adamın evidir də. Eşim işləmir, oğlum işləmir. Amma onun da yoldaşı işləmir, oğlu işləmir. Təmin eləsin. Aha. Harda deyirsən. Aha. Bax, aparsın mənə Xocavənd rayonundan ev versin. Aparsın mənə Bənd kəndindən ev versin. Aparsın mənə hardan ev verirsə. Fərqi yoxdur, Qarabağ olsun da, düzdürmü? Özümü də amma Qarabağ. Tamam, bax, kəndindən mənə ev versin. Aha. Bunu gəlmişsiniz, çəkirsiniz. Aha. Mən demirəm ki, getmirəm. Çünki mənim evimdə işləyəcək qüvvə yoxdur ki, deyim gedim orada işləyə bir istəyirəm. Amma maşallah deyirsən oğlunuz keçdi orada hündür boylu. Birinci qrup Hə, əlindir. Hə. Baxın dostlar, ən dəhşətli olan nədir ki, baxın, əslində Səidə Bəşir qızı, baxın, rəhbərlik bu idi. Səidə Bəşir qızı deyir ki, get bir 5-6 ayda sən əslində Səidə Bəşir qızı jurnalist kimi bir gün Qaçqın.com-da olmalıydı ki, bax bu qadın şərəfsiz. Sən bu qadına Qarabağda niyə ev vermirsən? Bu saat deyək ki, insanlar var, deyək ki, öz evini istəyir, amma bu deyir, hara istəyirsən gedirəm, xalqın evini boşalsın da. Amma əksinə bu yox, bu ona yox, bu İlham Əliyev xeyir eləmir. Bu ona görə ki, İlham Əliyev istəyir ki, Bakıda baxın. Qaçqınla deyək ki, Bakılı problemi burada bir yaranıb, baxın. İndi İlham Əliyevin öz bandası neynir, əziz dostlar, baxın. Biz evdə qala bunu gəldilər tökürlər bizim başımızda. Baxın nə vəziyyətdə yaşayırıq. Baxın. Görürsünüz, bundan mən sizə qadın deməli, gəlib evini sökürlər, heç nə çıxartmayıb, çıxıb yolda oturub, avtobusun qabağını kəsib etiraz edir. Bilmirlər neynəsində. İnsanlar başlarını itiriblər. İlham Əliyev cinayətləri bunlardan bitmir. Yəni, baxın, belə ölkə, belə, nə qədər desəniz bundan, deyək ki, bu videolardan bir dənə olsa, 2 dənə olsa, 3 dənə olsa, mən heç danışmaram, vicdanıma and olsun. Amma sosial şəbəkələrdə bu şeylər doğrudur və bir tərəfdən də İlham Əliyev çıxıb ekranda deyir ki, ölkəmizdə hər şey öz qaydasındadır və Azərbaycan xalqı xoşbəxt xalqı. Biz namusumuzla, qeyrətimizlə, deyək ki, biz əyilmədən yaşayırıq. 50 il sonra bizim nəsillərimiz də belə yaşamaq öyrənməlidirlər. Bu şərəfsizlik ölkədə davam edir. Bu Qaçqın da gözəl bilir nə deyir. Bilirsiniz, Səidə də gözəl bilir nə deyir. Səidə bilir ki, Qarabağda pulsuz ev vermirlər. O Qaçqın elə o evdə də qalacaq. Ona görə də onu oradan çıxardır ki, getir olmaca bir 6 ayda sən kvartirant qal. Güya 6 aydan sonra buna ev verəcəklər. Bunun da evində təsəvvür edin, oğlu da, deyək ki, əri də, ikisi də əri. Özü də birinci dərəcəli, biri də ikinci dərəcəlidir, nədir? Yazıq kişi deyir ki, bizim yardımımızı, sosialımızı kəsməyin. Hara istəyirsiniz, göndərin, gedək. Ona görə ki, bunun fiziki sağlamlığı yerində deyil ki, geçsin, işləsin, çalışsın. O bilir ki, o yardım kəsildi, bu öldü. Yəni, İlham Əliyev və onun bandası ölkəni günü-gündən getdikcə daha pis günlərə salır. Təsəvvür edin. Yəni, söhbət bundadır. İndi mən, baxın, indi burada deyək ki, burada baş verənlər, deyək ki, bugün deyək ki, Bakı şəhərində baş verən bu hadisələr bir. Baxın, mən indi sizə İlham Əliyevin Qarabağda tikdirdiyi obyektlərdən danışacağım. Baxın. Dostlar, nətərsiz? Bura Laçındır. Zəngilandan gəlmişik Laçına, Həkəri balıq təsərrüfatına qutab hazırlamağa. İlk öncə bir çayımızı içək, sonra isə... Bax, mən göz nəfsə inandım da. Göz nəfsə inandım. Ay Allah. Əlimi də kəsdim. Ay Laçın, can Laçın, mən
Xəmiri bu formada kündəliyirik. Biz başladıq. Laçında fermer təsərrüfatı qrupu, Laçında da, Qubatlıda da, deyək ki, Ağdərədə də onlarla belə təsərrüfatlar qruplar, hələ Qarabağlı, deyək ki, Ağdərəli və yaxud da deyək ki, Laçınlı hələ ora getməyib. Artıq orada obyektlər tikilib, deyək ki, belə yaşayırlar özləri üçün, yaxşı turist şeyləri düzəldiblər, turbazalar düzəldiblər və yaşayırlar özləri üçün. Və bu qız da onların reklamını eləyir və özü də çox dəhşətli şəkildə. Qutabın içliyini hazırladım. Qutabımız pendirli qutab olacaq. Düşünürəm ki, dadlı olacaq. Siz necə düşünürsünüz? Yəni mən hazırlayıramsa dadlı olmalıdır da. Baxın, şəkəri balıq etin. Balıq yeyin. Anam qutab pişirməyində olsun. Mən balıq yeməyəcəm. Siz elə bilirsiniz, bu birdir. Bundan artıq, məsələn, deyək ki, bu yaxınlarda sizin yadınızdadırsa, Ağdərəlilər qan ağlayır. Vəngdə, Vəng kəndində orada insanlar öz evlərini ala bilmirlər. Ona sahib çıxmağa İlham Əliyev qoymur. Yadınızda da Ağdərəli Paşanın çıxışı. Ki, gedib gəlməkdən yorulub, canı boğazına yığılıb və yaxud da deyək ki, başqa vəngçililər. Yəni, məsələ budur. Yəni, məsələ budur ki, İlham Əliyevin bu, deyək ki, bu siyasətindən Allah bizi qorusun dostlar. Çox dəhşətli, çox yaramaz, deyim sizə, bir paza keçmişik. Yəni, bu pazdan qurtarmaq üçün biz əməlli başlı çalışmalıyıq.